İlk offroad avtomobili. Təkərlər palçığa girəndə, asfalt bitəndə və yollar yoxa çıxanda 4x4 avtomobillər başlayır. Amma bu əfsanəvi texnologiyanın arxasında nələr dayanır? İlk 4x4 nə vaxt yaranıb? Kimlər üçün və hansı məqsədlə icad olunub? Bugünkü offroad mədəniyyəti hardan qaynaqlanır? Bugün AutoNation-da sizi 4x4 sistemlərinin 100 illik tarixini unudulmaz bir səyahətə çıxaracaq. Gəlin əsl torpaq yol əfsanəsinin necə doğulduğunu birlikdə öyrənək. Bugünkü offroad mədəniyyəti dağlarda, çaylarda və palçıqlı yollarda hərəkət edən nəhəng təkərli 4x4 avtomobillər artıq adi mənzərədir. Amma bu əfsanənin başlanğıcı heç də macəra üçün deyildi. O, müharibə, texnoloji yenilik və ehtiyacların ortaya çıxardığı bir zərurət idi. Bəs 4x4 sistemli avtomobillərin, yəni hər 4 təkəri güc ötürən nəqliyyat vasitələri hardan gəlir? Onların tarixi hardan başladı və necə bu qədər məşhurlaşdı? Avtomobil sənayesinin ilk illərində, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində avtomobillər əsasən şəhər yolları üçün nəzərdə tutulurdu. İstifadə edilən avtomobillərin əksəriyyəti sadəcə arxa təkərdən ötürmə sisteminə malik idi. Kənd yolları, dağ keçidləri, bataqlıq və ya çətin relyefli ərazilər üçün maşınlar demək olar ki, yararsız idi. 1903-cü ildə ilk 4x4 sistemli nəqliyyat vasitələrindən biri olan Dodge Spider avtomobili meydana çıxdı. Bu avtomobil həm də ilk 4 silindrli və 4 təkərli ötürməyə malik yarış avtomobili idi. Amma bu sadəcə texnoloji eksperiment idi. Gündəlik istifadə və ya geniş istehsal məqsədi daşımırdı. 4x4 sisteminin əsl doğuş və tətbiqi 1-ci Dünya müharibəsi illərinə təsadüf edir. Cəbhə bölgələrinə, hərbi qüvvələrə sursat, yemək və insan daşımaq üçün sadə təkərli avtomobillər kifayət etmirdi. Bataqlıq, qar və pis yollar bu avtomobillərin hərəkətinə mane olurdu. Nəticədə istehsalçılar hər 4 təkərə güc ötürə bilən daha çevik, daha etibarlı maşınlar hazırlamağa başladılar. 1915-ci ildə bu istehsal olan Jeff Rickard bu sahədə bir inqilab sayılır. Bu, dünyanın ilk geniş miqyaslı istehsal olunmuş 4x4 yük avtomobili idi. Jeff Rickard 4x4 sistemi ilə çətin ərazilərdə belə yüksək dayanıqlıq nümayiş etdirirdi və müharibə boyunca minlərlə ədəd istifadə olundu. İkinci Dünya müharibəsi zamanı isə 4x4 texnologiyası həqiqətən yüksəlişə keçdi. ABŞ ordusu yüngül, çevik, sərt relyefdə hərəkət edə bilən və asanlıqla istehsal olunacaq bir hərbi maşın axtarırdı. Bu sifarişə cavab olaraq Willys MB ortaya çıxdı. Sonradan dünyanın tanıdığı adı ilə Jeep. Willys MB 1941-ci ildə təqdim edildi və çox tezliklə müharibənin simvoluna çevrildi. O yalnız 4 təkərli ötürməsi ilə deyil, həm də sadə quruluşu, rahat təmiri və dözümlüyü ilə seçilirdi. Jeeplər istənilən ərazidə, istənilən şəraitdə hərəkət edə bilirdi. Müharibə bitdikdən sonra bu maşınlara sivil versiyası da buraxıldı və offroad mədəniyyətinin əsası qoyuldu. ABŞ-dan fərqli olaraq Avropa və Sovet İttifaqı da 4x4 sahəsində öz versiyalarını inkişaf etdirdi. Land Rover markası 1948-ci ildə Böyük Britaniyada yaradıldı və tezliklə müstəmləkələrdə, fermer təsərrüfatlarında və dağlıq bölgələrdə ideal vasitəyə çevrildi. Sadə konstruksiyası, alüminium gövdəsi və etibarlı 4x4 ötürməsi onu əfsanəyə çevirdi. Sovet İttifaqında isə Qaz-69 və sonradan UAZ 469 kimi modellər geniş yayıldı. Bu avtomobillər hərbi və kənd təsərrüfatı məqsədləri üçün istifadə edilirdi. Sərt iqlimlərə və çətin yollarla dolu bölgələrdə uyğunlaşdırılmış bu maşınlar illərlə işlədi və əfsanəvi status qazandı. 1960-cı illərdən etibarən isə 4x4 texnologiyası artıq sadəcə ehtiyac üçün deyil, macəra və hobbiyə çevrilməyə başladı. Xüsusilə ABŞ və Avstraliya kimi ölkələrdə offroad klubları quruldu, yarışlar təşkil olundu və bu avtomobillər bir həyat tərzinə çevrildi. Toyota Land Cruiser, Nissan Patrol, Jeep Cherokee, Mercedes G-Class kimi modellər yalnız funksionallığı ilə deyil, eyni zamanda simvolik statusları ilə seçilirdilər. Bugün 4x4 sistemi sadəcə sərt offroad üçün deyil, həm də gündəlik komfort və təhlükəsizlik üçün istifadə olunur. Müasir 4x4 texnologiyaları daha ağıllı, elektron idarə etməli, yol şəraitinə uyğun avtomatik keçid sistemlərinə malikdir. SUV-lərin populyarlaşması ilə 4x4 sistemi ailə maşınlarının belə bir parçasına çevrildi. Amma hər şey 100 ildən çox əvvəl müharibə şəraiti altında cəbhəyə ərzaq daşımaq üçün icad edilmiş texnologiya ilə başlamışdı. Avtomobil dünyasında hər inqilabın arxasında ehtiyac dayanır. 4x4 texnologiyası isə insanın ən çətin şəraitdə belə irəli getmək istəyi ilə doğuldu. Bugünkü nəhəng offroad canavarlarının kökündə sadəcə bir fikir dayanır. Harada yol bitərsə, əsl səyahət orada başlayır. Əgər bu avtomobil tarixçəsi sizi maraqlandırdısa, AutoNation kanalına abunə olmağı, videonu bəyənməyi və şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Gələn videolarda daha çox avtomobil əfsanəsini birlikdə kəşf edəcəyik. Sağ olun, salamat qalın.